Salam dəyərli izləyicilər, bugün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzinin test toplusundan 11-ci sinif buraxılış imtahanı mətnlərindən birini izah eləyəcəyik. Mən mətni əvvəlcədən oxuduğuma görə təkrar oxumayacağam. Buna görə də mətni bir dəfə burada tam göstərəcəm. Əgər oxumaq istəyənlər olarsa, videonu dayandırıb oxuya bilərlər. Deməli, mətnimiz bu qədərdir. Mətnin izahına keçmədən əvvəl mətn sualları ilə bağlı bir neçə qeydi paylaşmaq istəyirəm. Məsələn, buraxılış imtahanına düşən mətnlərdə əsasən birinci abzas giriş hissə, sonuncu abzas nəticə hissəsi olur. Ortada qalan hissə isə, yəni bu iki abzasın ortasındakı hissə isə əsasən əsas hissəni təşkil eləyir. Bundan başqa, biz mətn işləyərkən əvvəlcə mətnin suallarına nəzər yetirməliyik. Mətnin suallarına nəzər yetirməklə bizdə artıq həmin mətnlə bağlı bir fikir formalaşır. Bunun nəticəsində də biz artıq mətni oxuyarkən nələrə diqqət yetirməliyik, hansı suallara cavab axtarmalıyıqsa, artıq onları aydın şəkildə görə bilirik. Bunlara diqqət yetirmək lazımdır. Deməli, əvvəlcə suallara diqqət eləyirik, vacib məqamları qeyd eləyirik. Bundan sonra isə başlayırıq diqqətlə mətni oxumağa. Ondan sonra isə artıq biz sualları işləyərkən daha tez bir şəkildə həmin sualların cavabını mətndən tapa bilərik. İndi isə baxaq birinci suala. Deməli, deyir, mətni genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Verilən cümlələri biz mətnin hissələrinə, giriş, əsas, nəticə hissələrinə uyğunlaşdırmalıyıq. A variantında deyir, hətta Atlantida şəhərinin su altında batdığı güman edilən ərazidə aparılan sualtı araşdırmalarda okeanın dibində sıralanmış böyük daşların insan əli ilə sıralanması burada həqiqətən də vaxtilə sivilizasiyanın olmasını düşünməyə əsas verir. Biz bunu nəticə hissəsinə artıra bilərik. Nəticə hissəsində deyir ki, göründüyü kimi Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr mövcuddur. Bu cümlədən sonra biz A variantını artırsaq, burada uyğunluq yaranır. Məsələn, həmin o mülahizələr mövcuddur cümləsindən sonra biz bu A variantı cümləsini oxusaq, daha sonra da bu mülahizələr hər bir halda belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər verir cümləsini oxusaq, görürük ki, burada heç bir uyğunsuzluq yoxdur. Yəni, bu cümləmiz nəticə hissəsinə uyğun gəlir. Ona görə, deməli, 3-ə yazırıq A-nı. Deməli, 3-ü uyğunlaşdırdıq. Daha sonra B. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Biz əsas hissədə bu hissəyə baxsaq, deyir ki, bəşər tarixinin sonraki dövrlərində də Atlantidanın taleyinə elm adamları maraq göstəriblər. Onların bəziləri Atlantidanın ağır nəticələrə səbəb ola bilən fəlakətli təbiət hadisəsi nəticəsində məhv olması ilə bağlı Platonun görüşlər sistemini onun uydurması sayırdılar. Deməli, onun uydurması sayırdılar. Bu cümlədən sonra biz B variantını artıra bilərik. Deyir, deməli, onun uydurması sayırdılar, hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Deməli, bizim ikinci cavabımız əsas hissəyə uyğun gəldi. 2-yə yazırıq B. Deməli, 3-ə A yazmışdıq, 2-yə B. Daha sonra C-yə baxaq. Suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Vulkan külü dəniz suyunu qatlaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Mətndə belə bir hissə var idi ki, deməli, burada deyir, okean Atlantidanı həmişəlik olaraq udub. Yəni, burada Atlantidanın batdığını nəzərdə tutur, udub sözündən. Biz həmin cümləni C variantını ora artırsaq, uyğunluq yaranar. Suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi. Deməli, bu da əsas hissəyə uyğun gəldi. C-ni də bura yazırıq. Daha sonra Atlantların yaşadıkları ərazini böyük filosof öz əsərində dəqiq məkan göstərmir. O, yalnız indiki Cəbəlütariq boğazının ətrafını nişan verməklə kifayətlənir. Görürük ki, bu cümlədə deyir böyük filosof. Böyük filosof deyəndə burada Platonu nəzərdə tutur. Deməli, burada Platonun nəzərdə tutduğuna görə biz D-ni giriş hissəyə artırmalıyıq. Ona görə girişə də yazırıq D.
Deməli, 3-ə A yazmışdıq. Variantlardan çıxaq uyğun olmayanları. 2-yə B, C, 1-ə də D. Daha sonra Y variantı. Günümüzdə Atlantida barəsində eşitməmiş insana nadir hallarda rast gəlmək olar. Bunu da biz giriş hissəyə artıra bilərik. Çünki görürük ki, giriş hissədə ümumi məlumat verir. Ümumi məlumatın sonunda da bizə deyilə bilər ki, günümüzdə Atlantida barəsində eşitməmiş insana nadir hallarda rast gəlmək olar. Daha sonra isə Atlantida haqqında ətraflı məlumat verilməyə başlayır. Deməli, bizim cavabımız olur A variantı. Daha sonra ikinci suala baxaq. Deməli, ikinci sualda deyir, Poseidanın məhv olmasından əvvəl Atlantidada baş verən kataklizmlər üçün ortaq nəticədir. Deməli, həmin hissəyə baxaq. Deyir ki, Scott Elliot bu qitəni çökdürən 4 fəlakət müəyyən edib. İlk kataklizm təxminən 800 min əvvəl baş verib. Nəticədə Amerika materiki bu nəhəng qitədən ayrılıb. Qitənin ayrılması nəticəsində, daha doğrusu Amerika materikinin həmin qitədən ayrılması nəticəsində onun ərazisi kiçilmiş olur. Deməli, birinci bizim cavabımıza uyğundur. Eyni zamanda burada ikincisində də deyir ki, Atlantida 2-yə bölünüb. Yəni, onun ərazisi kiçilib. Bu kiçilmə bütün kataklizmlər üçün ortaq cəhət sayıla bilər. Daha sonra ərazisinin yox olması. Ərazisinin yox olması sadəcə 4-cü kataklizmə aiddir. Burada deyilir ki, 4-cü və sonuncu fəlakət baş verib və okean Atlantidanı həmişəlik olaraq udub. Ona görə 2-ni biz ortaq götürə bilmərik. 2 olan variantları da çıxırıq. Üçüncüdə deyilir su basma. Yenə su basma da ortaq cəhət olmadığına görə 3-ü də çıxırıq. Dəniz sərhədlərinin müasir formada müəyyənləşməsi. Biz burada sonuncu cümləyə baxsaq deyir ki, okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görünüşünü alıb. Deməli, bu da sadəcə sonuncuya aiddir. Və 5. Quru sahəsində dəyişiklik. Bayaq da dediyimiz kimi, onun sadəcə ərazisində dəyişiklik olmuşdu deyə 5-i də biz doğru cavab kimi götürə bilərik. Yəni, həm ərazisi kiçilmiş olur, həm də ərazisi kiçildiyinə görə artıq bunu biz quru sərhədində dəyişiklik də saya bilərik. Ona görə cavab olur 1 və 5. Daha sonra 3-cü sual. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, bizə cədvəldə 3 xana verilib. Doğru fikirlər, yanlış fikirlər və ehtimal oluna biləcək fikirlər. Doğru fikirlərdən doğru olanları, yanlışlardan yanlışları, ehtimaldan da, yəni ehtimal oluna biləcəkləri seçməliyik. Deməli, birincidə deyilir, kataklizmlər yer kürəsində ciddi dəyişikliklər etməyə qadirdir. Bayaq oxuduğumuz hissədə də görürük ki, müxtəlif kataklizmlər nəticəsində dəyişikliklər baş vermişdi. Hətta onun batması nəticəsində, yəni fəlakət baş verdiyinə görə, Atlantidanı həmişəlik olaraq batırdığına görə planetimizin müasir quru və dəniz sərhədləri də öz formasını dəyişmişdi. Yəni, ciddi dəyişikliklər etməyə qadirdir. Bu doğru fikirdir. Daha sonra, Platon məlumatlarında yazılı mənbələrə əsaslanır. Bu doğru deyil. Yəni, mətndə belə bir şey yox idi. Baxaq həmin hissəyə. Burada deyir ki, Platon Atlantida faciəsi haqqında məlumatları babasından, onun isə Misir rahiblərindən eşitdiyini bildirərək yazır. Yəni, o yazılı mənbələrə əsaslanmırdı. Sadəcə eşitdiklərini deyirdi. Ona görə 2 səhvdir. 2 olan variantları da çıxa bilərik. Daha sonra 3-cü, tədqiqatçılar Atlantidanın yoxa çıxmasının tədrici prosesi olduğunu söyləyirlər. Bayaq oxuduğumuz hissədəki kimi. Burada da deyilirdi ki, müxtəlif kataklizmlər nəticəsində o bir dəfəyə yox, tədricən yoxa çıxmağa başlamışdı. Ona görə də 3-cü fikir yanlış yox, doğru fikirdir. Ona görə 3-ü götürə bilmərik. 4-də deyilir, günümüzdə mövcud olan bir neçə materikin yaranmasının Atlantidanın məhvinə səbəb olan sonuncu kataklizmdən qaynaqlandığı göstərilir. Bu da yanlış fikirdir. Bizə mətndə belə bir şey demir. Sadəcə orada deyilirdi ki, Amerika idi, səhv etmirəmsə. Bir dənə ona baxaq. Aha, buradadır. Deyir, ilk kataklizm nəticəsində
Amerika materiki bu nəhəng qitədən ayrılıb. Yəni sadəcə orada Amerikanın adı çəkilir, digərlərinin yox. Ona görə biz 4-ü yanlış götürürük. Daha sonra ehtimal oluna biləcəklərə baxaq. Atlantida elmi əsərlərə mövzu olmuşdur. Bu ehtimal yox, doğru fikirdir. Biz mətndə də görürük ki, 2 tədqiqatçının əsəri var bununla bağlı. Ona görə biz bunu ehtimal götürə bilmərik. Doğru fikirdir bu. Və 6-cıda deyilir, Atlantida Atlantik okeanında mövcud olmuş qitədir. Bunu da sadəcə ehtimal eləyə bilərik, çünki mətndə də bununla bağlı konkret bir fikir yoxdur. Cavabımız oldu 1, 4, 6. Daha sonra 4-cü sualda deyir, Atlantida ilə bağlı hansı fikir mətndə əksini tapmamışdır? A variantında deyir, Atlantida təxminən 12 min il öncə okeana qərq olub. Mətnə baxaq. Mətndə bizə deyilir ki, eradan əvvəl 9564-cü ildə 4-cü sonuncu fəlakət baş verir və nəticədə okeana qərq olur. Bu tarixdən indiki tarixi hesablasaq, təxminən 12 min il öncə qərq olduğu fikri doğru çıxır. Ona görə A variantını çıxa bilərik. Kataklizmlərdən əvvəlki Atlantidadan ayrılan böyük bir parça indi də mövcuddur. Bu hissədə deyilirdi ki, ilk kataklizm nəticəsində Amerika materiki ayrılmışdı və Amerika materiki indi də mövcuddur. Deməli, B variantı da doğrudur. C-də deyilir, Amerika Atlantidadan ayrılmasına baxmayaraq onun koloniyası idi. Bu mətndə verilməyib. Yəni, mətndə belə bir fikir yoxdur. Ona görə bunu düz götürə bilmərik. 4-də deyir, Atlantidada yüksək texnoloji inkişafa nail olmuşdular. Mətnin bu hissəsində də deyilir ki, Scott Elliot məlumat verir ki, Atlantidanın qızıl əsrinin sonunda reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Eyni zamanda deyilir ki, Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə, Venera və Marsa pənah apardıqları barədə iddialara rast gəlinir. Yəni, D variantı da doğru fikirdir. Daha sonra Y variantında deyilir, Atlantlar başqa planetlərlə əlaqə yarada bilirdilər. Bayaq oxuduğumuz cümlələ də bunu görə bilərik. Deməli, mətndə olmayan fikir oldu C variantı. Daha sonra 5-ci suala baxaq. Mətndə nöqtələrin yerinə uyğun gələn məcazi mənalı ifadələri müəyyən edin. Əvvəlcə mətndə həmin hissəyə baxaq. Deyir, dəhşətli zəlzələ və su basması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində yoxa çıxdı, ola bilər. İndi baxaq variantlara. Aha, yaza bilərik. Orada yazılmışdı, dənizin dərinliklərində qərq oldu, yaza bilmərik. İkini çıxırıq. Özünü itirdi, yaza bilmərik. Yaddan çıxdı, yaza bilmərik. Cavab olacaq gözdən itdi və yoxa çıxdı. Deməli, cavab oldu Y variantı. Daha sonra 6-cı suala baxaq. Tünd qara hərflərlə verilmiş sözlərin şərhinə uyğun mətnin 2-ci abzasında ifadələr işlənmişdir. Həmin ifadələri yazın. Əvvəlcə yenə tünd qara hərflərlə verilmiş sözlərə baxaq. Deməli, birincisi konsepsiya sözüdür, ikincisi kataklizm sözüdür. İndi isə 2-ci abzasa baxaq. Həmin sözlərin açıqlaması verilməlidir. Deməli, əvvəlcə bunu deyim. Konsepsiya görüşlər sistemi, fikirlər sistemi deməkdir. Kataklizm də böyük dağıntılar yarada biləcək, ağır nəticələrə səbəb ola biləcək fəlakət deməkdir. Yəni, təbiət hadisəsi fəlakət deməkdir. İndi baxaq 2-ci abzasa. Aha, bura baxaq. Deyir ki, onların bəziləri Atlantidanın ağır nəticələrə səbəb ola bilən fəlakətli təbiət hadisəsi nəticəsində məhv olması ilə bağlı Platonun görüşləri və s. Bu cümlə, daha doğrusu bu birləşmə həmin kataklizm sözünün izahıdır. Bir də burada deyir ki, Platonun görüşlər sistemi. Bayaq dediyimiz kimi, konsepsiya sözünün də açıqlaması görüşlər sistemi, fikirlər sistemi deməkdir. Deməli, bu iki ifadə bizim həmin qara hərflərlə verilmiş sözlərimizin izahıdır. Həmin ifadələri də bura cavab kimi yaza bilərik. 7-ci sualda deyir, Yunan, German, Slavyan, Çin, Hindu və digər xalqların qədim mifoloji rəvayətlərində od saçan və səs-küy ilə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə rast gəlinən çoxsaylı məlumatlar konsepsiyaya görə Atlantida sivilizasiyasının texnoloji
texnoloji inkişafı haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Müddəasını mətnin neçənci abzası ilə əlaqələndirmək olar. Fikrinizi əsaslandırın. Deməli, burada görürük ki, Atlantida sivilizasiyasının texnoloji inkişafı haqqında bir cümlə də var. Mətndə isə bizə bu cümlə 5-ci abzasda verilmişdir. Deyir ki, Scott Elliot məlumat verir ki, Atlantidanın qızıl əsrinin sonunda reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Bizə sualda verilən həmin hissəni də biz bura artıra bilərik. Fikrimizi də əsaslandırdıq. Deməli, yaza bilərik ki, bu miflər Atlantların reaktiv aviasiyası, yəni kosmik gəmiləri ilə əlaqədar ortaya çıxmış ola bilərdi. Daha sonra 8-ci, mətnə əsasən Euler-Venn diaqramını doldurun. Ignatius Donnelly və William Scott Elliot. Bunlar haqqında oxşar və fərqli cəhətləri qeyd etməliyik. Deməli, əvvəlcə baxaq Ignatius Donnelly'yə. Deməli, burada deyilir ki, Ignatius Donnelly Atlantida subasma öncəsi dünya əsərini qələmə almışdı. Bir də yaza bilərik ki, Atlantologiyanın atası sayılırdı. Bu iki xüsusiyyəti, deməli, ona aid yaza bilərik. Bir də bizə verilmişdi Scott Elliot. Deməli, bu hissədən də Scott Elliot haqqında yaza bilərik ki, Atlantida tarixi adlı əsər yazmışdı. Daha sonra qitəni çökdürən 4 fəlakəti müəyyən eləmişdi. İki xüsusiyyət kimi də bunları Scott Elliot'a yaza bilərik. Ortaq cəhətlərə də yaza bilərik ki, hər ikisi Atlantida haqqında əsərlər yazmışdı və Atlantidanın həqiqətən mövcud olduğu fikrini də irəli sürürdülər. Bu da onların ortaq cəhətləri idi. Daha sonra 9-cu suala baxaq. Deyir, mətndə əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəli doldurun. Həmin sözləri tapaq. Deməli, birinci nəhəng sözüdür, nəhəng ada. Nəhəng ada burada informativ xüsusiyyət daşıyan bir sözdür. Yəni, həqiqi mənada işlənib. Nəhəng sözü çox böyük, çox iri mənasında işlənən bir sözdür. Burada da həqiqi mənalıdır. Daha sonra dolğun sözü verilib bizə ikinci söz kimi dolğun məlumat. Dolğun məlumat burada poetik funksiya daşıyır, yəni məcazi mənadadır. Burada dolğun məlumat dedikdə ətraflı, hər tərəfli məlumat nəzərdə tutulur. Deməli, burada məcazi mənada işlənib. Üçüncü sözümüzə də baxaq. Deyir ki, okean Atlantidanı həmişəlik olaraq udub. Okean Atlantidanı həqiqətən uda bilməz. Burada Atlantidanın suya qərq olmasını, suya batması nəzərdə tutulur. Ona görə də buna da deyirik ki, burada udub sözü poetik funksiya daşıyır. Yəni, məcazi mənada işlənib. Deməli, bunları müəyyən elədik. Şərtə baxaq, başqa bir şey istədimi bizdən? Cümlədə fərqli funksiyada işlədilməsi, yəni həqiqi mənadadırsa biz onu məcazi mənalı bir cümlədə işlətməliyik, məcazi mənada verilibsə həqiqi mənada bir cümlədə işlətməliyik. Məsələn, birinci sözümüz nəhəng sözü idi. Nəhəng sözünü məcazi məna kimi yaza bilərik ki, məsələn, o ədəbiyyatımızda nəhəng sənətkarlardan biridir. Burada artıq nəhəng sözü məcazi məna daşıyır, amma mətndə həqiqi mənadaydı. Daha sonra dolğun sözü idi. Deməli, biz onu həqiqi mənada necə deyə bilərik? Məsələn, deyə bilərik, uşağın dolğun yanaqları var idi. Dolğun dedikdə həqiqi mənada, yəni kök, ətli, bu mənalarda işlənən bir sözdür. Üçüncü sözümüz isə udmaq sözü idi. Yenə mətndə məcazi mənadaydı. Həqiqi mənada da, məsələn, uşaq ağzındakı yeməyi uddu. Bu formada yaza bilərik. Sonuncu suala baxaq. Mətnə əsasən sxemi tamamlayan fikirlər yazın. Atlantida haqqındakı ilk məlumatlara ziddiyyətli münasibət olmuşdu. Belə ki, bir tərəfdən, digər tərəfdən, deməli, bu hissələri doldurmalıyıq. Deməli, burada deyilir ki, ilk məlumatlara əsasən ziddiyyətli münasibət olmuşdu. Mətndə də oxuduq ki, bəzi tədqiqatçılar var idi ki, Atlantidanın mövcudluğu fikrini uydurma sayırdılar. Bunu bu hissəyə yaza bilərik. Bir də deyə bilərik ki, ikinci hissəyə Donnelly, Scott Elliot kimi tədqiqatçılar da Atlantidanın real mövcudluğunu iddia edirdilər. Bunlar bir-birinə ziddiyyətli olan fikirlərdir və bu iki hissəyə biz bu ifadələri, bu cümlələri yazmaqla sualı
yaza bilərik. Deməli, bu videodakı mətnin izahı bu qədərdir. Hər hansı sualınız olarsa, şərhlər bölməsinə yaza bilərsiniz. Bu videoların davamlı gəlməsini istəyirsinizsə, videonu bəyənərək kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər.